Hindistan. Bəs Hindistanda yaranmışdı. Dini nə idi? İslam. Yaxşı, görüm. Məcbur yayırdılar İslam dinini, yoxsa xoşluqla idi? Həbib, mikrofonun bağlıdır. Məcbur deyildi mən belə. Bəs Dehlidə nə tər idi? Dehlidə məcbur idi. Burada məcbur idi. Sağ ol, Dehlidə məcbur idi. Deməli, əsasını kim qoymuşdu dedi Moğol dövlətinin? Babur. Sağ ol. Bəs sonu niyə zəifləmişdi? Moğol sultanlığı süqut eləmişdi. Varlığına nə vaxt son qoymuşdu? Kim tərəfindən son qoymuşdu? Moğol dövləti indi əslində köhnə kitablarda 1859 yazılır, amma indi yeni kitabda 1858-ci ildə o Taybinlər hərəkətindən sonra Adırdan sonra bilirdi. O almışdı Fransa tərəfindən. Sağ ol. Yəni onlar tərəfindən 19-cu əsrdə varlığına son qoyuldu. Demək, 16-da yaranıb 19-da da varlığına son qoyuldu. Sipahilər üsyan deyildi mi o? Sipahi demədim, həbib. Sipahi. Düz deyil. Ola bilər, düz fikirləşən səhv demək olur, amma mən bilirəm ki, siz onu bilirsiniz, çünki bilirsiniz, oxuyursunuz. Yaxşı, Dehli sultanlığı nə vaxt yaranmışdı? Desin mənə Lalə. Lalə, eşidirsən, cavab vermək istəyirsən, yoxsa iştirakçı idi? Lalədən səs yoxdur. Sən qonağımızı qəbul eləyək. Kim cavab vermək istəyir suala? Tuncay, buyur, əlini qaldır. 1206. Başqa hansı dövlətlər yaranmışdı 1206-da? Monqol. Qızıl Ordu 1242-dir. İli yazılmır, amma 1242-dir. Yaxşı, bəs bu Hindistan ərazisində yerləşir dedikdə 1398-ci ildə kim yürüş eləyir Dehli sultanlığına və zəifləyir artıq Dehli sultanlığı? Neçənci ildə? 1390. Deyə bilərsən Zəhra? Əmir Teymur. Əmir Teymur. Bəs 1395-də kim düzənli yürüş eləyir Zəhra? Bilmirəm. Məşhur döyüş var 1395. Toxtamışla Teymur arasında Əmir Teymur gəlir. Sağ ol. Müttəfiqləri kimlər idi bizlərdən? Kim bilir desin görüm. Birinci İbrahim Dərbəndi. Biri kim idi bəs? Buyur Həbib. Bir də o cələri hökmdarı Sultan Əhməd. Bunu yadınızda saxlayın. Bəs bir də hansı döyüşdə müttəfiq olub birinci İbrahim Əmir Teymuru? Ankara döyüşündə. Sağ ol. İli, döyüşün nəticəsi və tərəflər. 1402-də olmuşdu. Teymurun Konstantinopolu tutması ilə 51 il fəthi geciktirilir. Sağ ol, onu soruşacaqdım elə. Bəs Konstantinopolun tutulmasının qarşısını alır 51 il dedi. Yaxşı, mən bunu izahda demişdim, yəqin ki, baxmazsınız. 14-cü əsrdə mühasirədə olan başqa hansı qala var idi və neçə il mühasirədə olmuşdu? Ərincə qalası. Sağ ol, neçə il idi, neçənci ildə, neçənci ilə qədər kim tərəfindən mühasirə olunub? Əmir Teymur tərəfindən 1400-cü il təslim olur. 14 il mühasirədə qalsa neçənci ildən mühasirəyə alıb? Bilən desin. Buyur Tuncay, əlini qaldır. 1386. Sağ ol, yəni yadınızda sax 14-cü əsrdə mühasirədə olanlar desə, demək olar. Yaxşı, bəs Moğol dövlətində dedi ki, İslam dinini məcbur yaymırdılar, amma İslam dinini qəbul etmişdilər.
Başqa hansı dövlətlər deyə bilərsiniz? Orada İslam dini dövlət dini idi. Desin. Lalə Novruzlu səsim gəlir. Yəqin ki, gəlmir. Heydərova demək istəyirsiniz? Heydərova səsim bağlıdır. Məhəmməd Atakişiyev, siz demək istəyirsiniz İslam dini, dövlət dini olan dövlətləri. Yaxşı, səs yoxdur. Tuncay, buyur de. Lakilərdə var da. Başqa? Səfərlər, məsələn, Övlad İslam'da. Özbek xan. Dövlət var idi. Osmanlı mikrofonlar qarşı. Osmanlının demək olar, Məhəmməd Peyğəmbərin axı əmanətlərini gətirilmişdilər İstanbul şəhərinə. Başqa 932-də demək olar da satıb buğranı Qaraxanilərdə. Bunlar da demək olar. Bəs yaxşı, o hansı hökümdarlar idi ki, yerli əhalinin dinini qəbul edib öz ətrafına toplamışdı əhalini? Kim demək istəyir? Zəhra əlin qaldırılıb. Demək istəyir. Biri Qazan xandır, digəri Hlotwig, Frank hökümdarı. Yaxşı, mənə desin görüm Həbib, hansı dini qəbul edib? Hlotwig xristianlığı, Hülaki xan da İslam dini. Yaxşı, yeri gəlmişkən onu sual verin. Hlotwig hansı dövlətin ilk qanunlarını vermişdi? Desin mənə. Buyur de Həbib. Frank dövləti də o Salih qanunu. Ay, sağ ol. Yaxşı, bəs hansı hökümdarlar deyə bilərsiniz ki, qanunnamə vermişdi? Yaxşı, Lalə başa düşdü. Buyur Həbib. Deməli, Uzun Həsən, ikinci Mehmet. Bir dəqiqə, o birlər daha qaldırıb. Zəhra, ikincisini sən de. 1467-də Uzun Həsən. Yox, Əmir Teymur. 1400 neçədə? Yox, qarışdırdım, üzr istəyirəm. 1467-də 2-ci Məhməd. 76. 76 bəli. Tuncay, o birin də səndir. Sonra sən Monqollarda böyük yasa var, bir də Salarilərdə də var idi. Salarilərdə Mərzban idi, deyəsən Mərzban ibn Məhəmməd. Şəkil var idi qanunlarına. Sağ ol. Cəfərzadə, xoş gəldin. İştirakçısan yoxsa soruşum, yaza da bilərsən, mikrofonu açıb da cavab verə bilərsən. Yaxşı, mən onda davam edeyim, sizdən soruşum, belə qarışıq. Dinlər dedi. Bəs Satıq Buğran bayaq dedi ki, 932-də İslam dinini qəbul eləmişdi. Bəs ondan 10 il sonra hansı titulu qəbul eləmişdi özünə? Kim deyəcək? Buyur Həbibli. Xaqan titulu. Ay, sağ ol. Sultan titulu. Sultan da demək olar ona, testlərə ilə də düşür. Yaxşı, bəs mənə desin görüm. Kim desin? Sual verin bir dənə. Hindistan ərazisinə dediyi ki, Əmir Teymur 1398-də yürüş eləmişdi. Bəs neçənci illərdə kimlər yürüş eləmişdi Hindistana? Ta qədim dövrdən deyə bilərsiniz. Yəni, kimlər tutub Hindistanı? Ay maşallah, onda sıra soruşacağım. Birin Tuncay desin. Eradan əvvəl 332-ci il deyəsən, onda İskəndərin dövründə var. Aha, sonra. İskəndərin Hindistana yürüyüşü 327 deyil. 327-də gedib, İskəndər deyirdin sən də? 332 dedim, mən 327, ikisini də eləyib, yürüyüş eləyib. Hindistana yürüyüş eləyib. İskəndər çox yürüyüş eləyib Hindistana. 327-də sadəcə o Hindistanda olanda üsyan baş verir. Bəli, sonra 6-cı əsrdə Mihraqul Hindistanı kimi. Yaxşı, 3-cü Həbibdir. Deyinən Həbib səndə. Mahmud Qəzvini, Sultan Mahmud Qəzvini. Qəznəvi.
Qəzvin yox, Qəzvin. Olar bir şey deyim. Bu Buyur. elə bil eradan əvvəl deyəsən bu Daran dövründə də var idi, birinci Dara. Var, amma ki, dedim və Düz deyirsən. Aysu, sən nəsin demək istəyirsən, sən də əlin qalxıb. Buyur, sən də de. Aysu, mikrofonun bağlıdır. Yəqin 327-ci ildə Makedoniyalı İskəndər yürüş etmişdi. Daha sonra Şəmsəddin el tutmuş Hindistanın şimalında yəni bəzi əraziləri tutmuşdu. Düzdür. Daha sonra demək 19-cu əsrdə Çini də götürüb, hansı idi o? İngiltərəni də götürə bilərik də daha sonralar olmuşdu. Amma yenə də Hindistanı yarım müstəmləkəsinə çevirmiş. Nadir şahı da deyə bilərik də. Ay sağ ol. Bayaqdan bunu gözləyirəm, deyənimiz yoxdur. Özdə Nadir ora qiymətli bir daş üçün getmişdi hətta. Oradan da qaydanda yaxşı, yəni dəvələrlə falan qayıtmışdı da, ordusunu gücləndirmişdi. Yaxşı, Hindistana yürüş eləyənləri də dedik. Hə, Hindistanı vahid halda birləşdirən kim idi? Kim deyəcək? Buyur Həbibli, birinci sən əlin qalx. Bir qədimdə Ashoka, bir də bu yeni dövrdə Əkbər Şahın nəvələri. Aysu, sən mənə de görüm, hansı sualədən idi Ashoka və neçənci ildə varlığına son qoyulur həmin sualəni? Sülalənin adını unuttum, amma atasıyla bu Chandragupta olmuşdu. 180-ci ildə Maurya sülaləsi. Yaxşı, Chandraguptanın adını çəkdi. Bunu da sağ verim, daha qədim dövründən yekunlaşaq. Mənə kim deyəcək? Deməli, bəs bu nədir onun adı? Sualım yadımdan çıxdı. Hə, Chandragupta kimlərə qarşı savaşıb, mübarizə aparıb? Buyur Həbibdi. Makedoniyalılara qarşı. Amma vahid halda birləşdirib desəz, səhv olacaq. Yaxşı, keçirəm elə. Moğoldan olsa elə bir şey yoxdur. Yaxşı. Çinin şimalını kim tutmuşdu? İmperator adlanan kim idi? Yəni, eyni dövlət. Buyur, Aysude. Çin'i şimalını Monqollar tutmuşdu da. Monqollardan hansı hökmdar idi ki, Çinin şimalını tutmuşdu? Hansı hökmdar idi ki, cənubunu da tutub, tam birləşdirib, özünü imperator elan eləmişdi? Şimalını tutan Çingiz Xan idi, səhv etmirəmsə. Eləmirsən, düz deyirsən. Cənubunu tutanda, indi deyəcəm, sadəcə qəfəl ağlıma gəlmədi, belə. Uşaqlar kömək eləsin istəyirsən? Bəli. Desin, ikinci əl qaldıran Həbibdir. Buyur, Həbibdi. Xublay xan, 1271. Ay, sağ ol. Mənim də adı tez-tez yadımdan çıxır. Tək deyilsiz adın yadımdan çıxardanlar. 1271-də idi. Yaxşı, bəs Çingiz xan imperator idi desə düz olar? İmperator, məncə o titulu qəbul etməyib o imperator. Sualın içində də dedim axı, hansı idi tutan, hansı imperator idi. Yaxşı, bəs bu Monqollardan da hansı dövlətin hökmdarı idi ki, adını desəz bəsdir. O sultan nəslindən gəlmədiyi üçün özünü birbaşa sultan elan eləyə bilməmişdi. Döyüşlərin əldə elədiyi qalibiyyətlərə görə özünü sultan eləyə bilmişdi. İmperator və ya. Kim deyəcək? Heç kimdən qalxmadı. Yaxşı, Monqollardan Nadiri demək olarmı? Nadir əslində sultan qəbul eləmir, amma Nadir dilək də şah nəslindən deyil idi. Buyur, Həbib. Məncə Əmir Teymurdur. Düzdür. Əmir Teymurdur, uşaqlar yadınızda saxlayın. Bəs, nə oldu bala? Bəs Əmir Teymur özünü haranın sultanı elan eləmişdi? Buyur, Həbib, de. Belki Turan'ın da Türk dünyasının sultanı elan etmiş özü. Mən kim deyəcək?
Tuncay, sən mənə de görüm. Osmanlı ilk sultanı kimdir? Osmanlı'nın ilk sultanı Murad'ın dövründə. Ay, sağ ol. Yaxşı. Görün, mikrofonlar olmasa. 942-də özünü sultan edən kim idi? Desin mənə, kim desin? Taecuk kim? Səsim gəlirsə buyursun desin. Yəqin səsim gəlmir. Buyur Həbib de. Həbib deyirəm, Tuncay. Birinci Tuncay. Satıb Bora. Ay, sağ ol. Yaxşı, bəs sultan titulunu qəbul eləyəndə dedi, heç nə daha qalmadı. Bəs Kipr adasını kim tutmuşdu, Krit adasını kim tutmuşdu? Buyur Həbib de. Deməli 1571-ci ildə bu ikinci Səlimdir. Amma Krit adası 1669-cu ildə Fazıl Əhməd Paşadır. Ay, sağ ol, Əhməd Paşadır. Yaxşı. Gəlin buradan nə deyim? Moğol dövləti dediyi ki, Dehlinin varlığına son qoyur, bir də ki, əhali çağırırdı, onu düz demirəm. Bəs o hansı dövlət idi ki, orada da oxşarlıq var idi? Əhali çağırır, dövlətin varlığını həmin adam son qoyur. Yəqin başa düşmədiniz nə deməksən. Bu Moğol dövləti yaranmazdan əvvəl əhali çağırır ki, gəlib Dehliyə son qoysun. Elə bir dövlət də mövcud olmuşdu ki, Azərbaycanda idarəçiliyindən narazı idi əhali. Başqa bir dövlətin hökmdarına xahiş edir ki, gəlib bu dövlətin varlığına son qoysun. Tuncay, buyur de. Bu mənim fikrimcə bu 1258-də Canı bəy, 1358-də Canı bəy çağırmışlar, hülakilər. Odur. 57. Hə, yaxşı. Deməli, mən bir də sizə 2-ci dünyadan soran vermişdim. PDF açılsa oradan baxın görüm sual vermədim nəsə var. Hə, mən sizdən keçən dəfə soruşmamışım. Qərbi Avropada mərkəzləşdirilmiş dövlətləri. Bunlar qarşılıqlı dərslikdə adı belədir. Yaxşı. Mən sırayla sual verəcəm. Zəhra, səsim gəlir. Hə, onda cavab ver. Norman işğalı haqqında nə deyə bilərsən? Neçənci ildə Hastings döyüşü baş verib? Kim tərəfindən hansı ölkənin şimalı tutulub və nəticəsi nə olub? Hansı dövlətin ilk dəfə mərkəzləşmiş dövlətin əsası qoyulub? 1066-cı ildə olmuşdu. İngiltərədə mərkəzləşmiş dövlətin əsası qoyulur. Hansı dövlətin şimalını tutmuşdu? Özü əslən haralı idi? İngilis idi o əslən. İspan idi. Yox, fransız idi, elə Normandı idi, ona görə oranı rahat tutur. Yaxşı. 1066-da desin mənə Həbib. Azərbaycanda nə hadisəsi baş verib? Səlcuqlar Şirvanşahlara tabe edərək Azərbaycan işğalına başlatdılar. Ay, sağ ol, yaxşı. Deməli, görün burada nə var? Hə, Hastings döyüşündə Zəhra, sən demədin mənə kim qalib gəlir? Adamın adı nə idi? Wilhelm qalib gəlir. Wilhelm, düzdür. Yaxşı, davam eləyək Həbiblə. Həbib, sən mənə deyəcək, kim idi əhalinin əməkdaşını siyahıya alan? Elə Wilhelm də birinci Wilhelm. Wilhelm, düzdür. Wilhelm idi. Yaxşı, bəs 12-ci yüzilliyin 2-ci yarısında hakimiyyətə kim gəlir? Həbib, sualım elə sənədir, niyə qaldırırsan, niyə mikrofon bağlayırsan? İkinci Henrih, 1154-1189. Ay, sağ ol, düzdür. Yaxşı, bunu da cavab ver mənə, sənlə yekunlaşaq. Kim idi o kilsə üzərinə kral nəzarətini tətbiq eləmək istəyirdi? Və kimlə götürə bilərsən? Sual başladım o. Hə, kim idi ki, kilsə üzərinə kral nəzarətini tətbiq eləmək istəyirdi, amma alınmır. İkinci Henrih orada yəqin ki. İkinci Henrih, yadda saxlayın. Uğurlu olur yoxsa uğursuz? Yox, deyir ki, ictimai narazılıq oldu. Bəs hansı dövlətin kralı idi ki,
Bu mən deyəcək Tuncay. Bağlaya bilərsən hər bir mikrofonu. Hə, Tuncay, sən mən deyə görüm. O hansı dövlətin başçısı idi ki, kralla mübahisə edir? Daha doğrusu, kralla mübahisə edir. Fransa kralı gözəl Filip. Yaxşı, böyük azadlıqlar xartiyası haqqında məlumat ver Tuncay. 1215-ci ildə İngiltərədə qəbul olunmuşdu. Həyətinə. Niyə qəbul olunmuşdu? Narazılıq eləmişdi. Onların narazılığının qarşısını almaq üçün. Yaxşı. Daha yeni təklifə Həbib, əlini qaldırmışsan. Orada deyir ki, iri federal geniş hüquqlar verilir. Bu cəngəvərdir, şəhərlərdir, kənd əhalisidir. Onlara məhdud hüquqlar verilir. Bir də orada əsas bir cümlə var. Həmişə testlər çox düşür. Bütün azad adamlar deyir ki, kralın öz başlarından qorunmalıdır. Sağ ol. Yaxşı, bəs davam edeyim Tuncay ilə və yekunlaşım. Tuncay, sən mən deyəcəyim. 1365 İlk dəfə parlament. Niyə çağırılmış? Parlamentin çağırılma səbəbi ədalətli olsun deyə. Yəni kraldan narazı idi. Yaxşı, mənə desin görüm kimdədir. Heydərova. Yəqin ki, yoxdur. Ayşə, buradasan? Bəli. Ayşə. Neçənci ildə Fransada başdatlar çağırılmışdı? O da elə parlament kimi idi. İlk dəfə. Deyəcəm, 1215-də idi. Yox, Fransada 14-cü əsrin əvvəllərindədir. Biraz fikirləş. Demək ki, 1300 neçə deyir o da əslində yadımda deyil sadəcə. Uşaqlar kömək eləsin istəyirsən? Bəli. Deyilən onda Tuncay. 1302. Ayşə, 1302 yadında saxla Ayşə. Testləri çox düşür. Yaxşı Ayşə. Bu 4-cü Filip niyə savaşırdı ki, Papa ilə nə düşmüşdü ona ki, savaşırdı? Nəticəsi nə oldu savaşının? 4-cü Filipin savaşma səbəbi dini məsələlərlə bağlı deyəsən. Hara verəcəklərini deyirdi, Papanın narazılığına səbəb olmuş. Kilsəyə verib təyin edirdi. O da orada elə bir ki, dindarların məqtəsə göstərdiyi üçün bunu qarşı yəni necə deyim, etirazlar falan başladı. Düzdür, mübahisə baş verdi. Unutulu şeyə gedirdi. Uşaqlar, bax buradan da oxuyanda məntiqlə yadınızda saxlayın. Bu kilsə elə belə ibadət üçün deyildi. İbadət eləyəcəkdi, son niyə varlı olur, niyə Papa ona vergi təyin edir. Hamısı siyasi məqsədlər üçün və xaçı yürüşündə də var. Onların əsl məqsədi heç vaxt din olmayıb. Həmişə onu siyasi məqsədlər üçün istifadə ediblər. Özlərinə sərf eləyəcək şəkildə. Ona görə də elə reformasiya hərəkatı da baş vermişdi. Yaxşı, da buradan çox sual verdim. Yaxşı, mən Raziyə Sultan haqqında kim deyəcək, kimdə qaldı? Tuncay dedim, Ayşə bunu cavab ver, sənlə yekunlaşaq. Ayşə, Raziyə Sultan kim idi, bir də Qiyasəddin Balaban kim idi? Bu ikisi haqqında məlumat ver, bitsin qədim dövrümüz. Demək, bunların hər ikisi Dehli Sultanlığının hökmdarları idi. Demək, Raziyə Sultan hökmdar qız idi və onun hakimiyyət illərini unutsanda o elə bir ki, yəni onun dövründə hakimiyyət zəifləmişdi. Yəni etirazlar falan olurdu onun dövründə. Onun hakimiyyəti qısa olmuşdu. Sonra Qiyasəddin Balaban o əsgərlərin köməyi ilə hakimiyyətə gəlmişdi. Onun dövründə biraz elə bir ki, sabitlənmişdi də bu dövlət idarəçiliyi. Yaxşı, indi gəlin qədim nə idi, yeni dövrə. İkinci dünyadan sonra ABŞ Türkiyə. Desin görün mənə kimlər oxuyub və ya kimlər hazırdır. Hayda. Hə, uşaqlar, kimlər hazırdır onu soruşun. Gəlsin də suallar. Suallar gəlsin. Uşaqlar, sizdən niyə səs çıxmır? Oxumamısınız heç biriniz? Ay tənbəllər. Mən təkrar eləməmişəm, sadəcə siz sual verin, yadımda qalan olsa deyərəm.
Yaxşı. Zəhra, sənin səsin çıxmadı heç. Mən normaldır məndə. Yəni soruşa bilərəm də. Hay, yaxşı, onda soruşuram. Onda asanlardan başlayım. İkinci Dünya müharibəsi neçənci illərdə baş verib Zəhra? Sıra ilə gəlirəm yenə. 1939-45. Sağ ol. 1939. Uşaqlar, İkinci Dünyadan çətinliyiniz varsa, onda sabah soruşun. Yox, bu heç kimin çətinliyi İkinci Dünyada. Çox olmasın, nə deyirəm. Yaxşı, onda 39-45-dədir dedim. Yaxşı, Aysu, bəs burada varlanan ölkələr hansılar idi? Çoxlu kredit vermişdilər, varlanmışdılar. Aysu deyirəm, Zəhra. Bəli. İkinci Dünya nəticəsində varlanan ölkələr hansılar idi? Fransaydı. Hə. Bir də Britaniya. İngiltərə, o biri Fransa. ABŞ. Əsas ABŞ-dır. Yaxşı, ABŞ niyə varlanırdı? Ərazisində müharibə gedirdi. Xeyr, sonradan qoşulmuşdu. Sağ ol. Lend-Liz qanunu nə vaxt qəbul edilmişdi və niyə qəbul edilmişdi? Onu da deyir, sənlə yekunlaşaq. Lend-Liz qanunu 1945-də qəbul edildi. 45-də. Bəli, 45-də. 45 idi uşaqlar. 41. Deməsə 41. Bəli, 41 idi. Müharibəyə qoşulmazdan qabaq. Yayda qanunu verir. Qışda da müharibəyə qoşulur, dekabrda. Bəs Birinci Dünya nə vaxt qoşulmuşdu Zəhra? ABŞ. 1917-də. Sağ ol, 1917-də. Yaxşı, Həbib, sən mənə de görüm. Bu konferanslar var idi. Takip. Tehran, Krım ya da Yalta, bir də Potsdam. Burada Zəhra bağlaya bilərsən mikrofon, sonra səslər qarışır. İştirak edən ABŞ başçısı kim idi? Hansında? Konferansların hamısında. Deməli, Tehranla Kırımda Franklin Roosevelt'dir, amma Potsdam konferansında bu ölür. Franklin Roosevelt ölür, Harry Truman da onun yerində. Yaxşı, bəs bu öləndən sonra Truman gəlir. Roosevelt özü neçə dəfə prezident seçilmişdi? 4 dəfə. Hətta Harry Truman belə bir qərar verir ki, artıq ABŞ-da 2-dən çox prezident seçilə bilməz. 2-dən çox deyəndə 2 dəfə ard-arda. Amma sözü çıxardırlar kitabda, amma ard-arda olmalıdır. Bizdə də ümumiyyətlə bir şey yoxdur, yəni. ABŞ-ın Azərbaycan müşarlığı düşsə bir dənə istiqlal bəyannaməsini götürürsünüz. Yaxşı, Həbib. Sən mən deyəcəm, bu ABŞ niyə varlamışdı 2-ci Dünyada? Çoxlu borc verir həm də. Həmin ərazisində döyüş getmir. Belə desək. Elə qazandı. Döyüşün elə əsas qalibi Amerika oldu. Yaxşı, bəs sən mən deyəcəm, neçənci ildə o elə bir qanun verir ki, deməli, təcavüzə məruz qalan dövlətlə təcavüz olunan dövlət eynidir onun gözündə. Və neçənci ildə o qanuna zidd hərəkət edib hansısa dövlətlərə yardım göstərir ki, onun üçün təhlükə hesab eləyirdi həmin dövlətləri. Sən bu Lend-Liz'i deyirsiniz, yəni ki, o deyirsiniz, Lend-Liz qanunu. Deyirəm, yəni neçənci ildəsə bir qanun qəbul eləmişdi. Yaxşı, hissə verəcəm, uzun verirəm, başınız qarışır. Neçənci ildə qanun vermişdi ki, təcavüzə məruz qalanla təcavüz olunan dövlət eynidir. Yanına deyil, 35-dir. 35-dir. Bəs neçənci ildə o qanuna zidd olaraq onun üçün təhlükə hesab elədiyi dövlətlərə kömək eləyir? Artıq qonşusuna yox, başqasına düşmənə kömək eləyir.
Tuncay demək istəyirsən buyurdu. 41-ci ildə Linknezi qəbul edir. İlk öncə deyəsən Böyük Britaniya, sonra da Sovet Rusiyasına kömək edir öz mənafeyinə uyğun gəldiyi üçün. Hə, sağ ol, bunu soruşurdum. Yaxşı, bəs Həbib, sən nə tər? Böyük Britaniya İsrailin dostuydu, onun düşməni oldu. O düşmənlərə kömək, o 47 marş atmalıdır. Düşmənə kömək eləmirdi. Onun üçün düşmən yox idi ki, ona görə indi elə yaşayırdı. Çox qəşəng siyasəti var onun. Onun üçün düşmən odur ki, kim sözündən çıxdı, olur düşməni. Burada yəni müəllim demədi ki, yəni düşmənə kömək eləyir. Heç nə olmaz. İndi Mən elə işlədim, onun üçün deyirəm. Danışıram. Heç nə olmaz. Uşaqlar hərə bir cür yadında saxlayır. Əsas odur bilirsiniz ki, konkret söhbət nədən gedir. Onsuz da testdə elə bir şey salası deyir ki, ədəbi cümlə salır, orada çaşdırır. Yaxşı, Həbib, sən mənə de görüm. Mən sual verəcəkdim. Hə, Harry Truman neçənci illəri əhatə edir vitse-prezidentlik dövrü? Prezident dövrü Vitse-prezidentlik dövrü. 45-48. Ay, sağ ol, 3 il. Yaxşı, davam eləyək Tuncayla. Tuncay, sən mənə de görüm, 48-ci ildə nə qanunu verir ABŞ? Mikrofonun bağlıdır, Tuncay. Sual zəmət bir də təkərləyədi deyirsən. 1948-ci ildə Marshall yoxsa Truman doktrinası bunların illərini dəqiq bilmirəm. Yaxşı, mən qanunları. Türkiyə ilə Yunanistan. Təkcə bunlar idi. Qərb Avropa ölkələrdə var idi, amma daha çox bunlara yönəlmişdi. Bu da var idi və yaxud digər Qərbi Avropa ölkələri. Yəni düşəndə çaşmayın, təkcə Yunanistanla Türkiyə deyildi. Adı üstündə uşaqlar yardım deyirdi. Deyirəm yadınızda saxlayın. Yardım falan eləmirdi. Harada bir at-xod var, verirdi onlara. Yəni yardım eləmirdi. Vaxt keçmiş şeyləri, ucuz şeylər göndərirdi ki, güya yardım edir. Yaxşı, Türkiyədə vermişdim də. Türkiyəyə gəlmişkən Tuncay neçənci ildə küfür böhranı baş verir və hansı dövlətlər arasında olur bu böhran? Bilmirəm. Bilmirsən, kim deyil? Həbib deyil. Mikrofonları bağlayacaq. Buyur Həbib, neçələr arasında baş verir, nəticəsi nə olur, niyə baş verir? Bir əsas məsələ 60-cıda başla qaldırır bu məsələ. Məsələdə o idi ki, burada enerjistlər vardı, bir də türklər vardı. Enerjistlər istəyirdi ki, getdiyi ərazilərdə birləşdirmək istəyirdi Yunanistana. Amma türklər deyir ki, ərazidə yerə bölüb, enerjistlər də bundan razılaşmadı. Daha sonra bu dövlətlər arası münasibətlərə pisləşmə səbəbi oldu Yunanistanla Türkiyənin. 74-cü ildə Türkiyə qoşun çıxardı Kipirə. Həmin dövrdə prezident Bülent Ecevit idi. 83-cü ildə isə Türkiyə qalib gəlir və Şimal Kipr Türk Respublikası yaradılır. Bülent Ecevit amma çox təsirlərə baxmayaraq orada da ki, Yunanistana qarşı mənəvi qələbə qazanır. Hə, pis, yaxşı, bağlaya bilərsən. Tuncay, davam eləyək səni. Sən də görüm, Türkiyədə neçənci ildə NATO-ya qəbul olmuşdu? Və BMT? 1952-ci ildə. Bəs BMT-nə başladı? BMT 45-də. BMT 45-də. Yaxşı, qəbul olmuşdu NATO-ya. Və niyə? NATO'ya qəbul olması bu Amerika həmin dövrdə Şimali Koreya ilə Cənubi Koreyada müharibə gedirdi. Türkiyə də oraya qoşulur. 52-də də Amerika onu NATO'ya qəbul edir. Ay sağ ol. Yaxşı. Türkiyə bir tərəf idi. Müharibə dövründə də boğazların falan da bağlamışdı bütün ölkələri. Və nə oldu? Qaça-qaça niyə gedir BMT-yə ki? Mən də BMT-yə üzv olacam. Ona görə hansı dövlətlərəsə müharibə elan edir. O hansı dövlətlər? Biri Yaponiya idi axırda. Biri də yəqin ki Almaniya olar. Düz. Yaxşı, Aysu. Sən mənə de görüm, bu Şimali Koreya ilə Cənubi Koreya arasında müharibə gedəndə
50-53. Şimalına Koreyanın şimalına hansı dövlət dəstək göndərirdi? Koreyanın cənubuna hansı dövlət dəstək göndərirdi? Koreyanın şimalına SSR dəstək göstərirdi. Bəs cənubuna? Cənubuna ABŞ idi. Sağ olun. ABŞ-ın müttəfiq kimi Türkiyəni də götürmək olar. Bəs hansı dövlətdə də verməmişəm bu gün ev, amma biləniniz olar yəqin. Hansı dövlətdə də şimalı SSR-nin təsiri altında idi, cənubu isə ABŞ-ın təsiri altında idi. Buyur Tuncay, de. Vietnam. Başqa, Həbib səndə? Başqa. Şahin. Mən də Vietnam bilirdim mən də. Çin. Çini nə tez yaddan çıxartdınız? Çinə də kömək eləyirdi axı, cənubuna şimali kommunist idi, cənubi millətçilər idi. Buna verməmişəm, təsvir eləmirsən, tarix yaddan çıxır. Yaxşı, yadınızda saxlayın ancaq. Ki, orada bu, hələ onu deyim sizə, Yaponiyanı da iki yerə bölürlər. Sadəcə biz oranı keçməyik. O da ABŞ-ın təsiri altında olub. İndi Yaponiyada getsəz, onu da görərsiniz ki, Yaponlar ABŞ meyillidirlər. Ona görə bu qədər inkişaf ediblər. Yaxşı, Aysu, davam eləyirəm sənlə. Aysu, Harri Trümenindən sonra hakimiyyətə kim gəlir? Deyirəm məsələn. Demək ki, onun hakimiyyətlərini yüksəldi. Kömək eləsin uşaqlar. Elə həbib, kömək elə. Bu Doğat Enzoher'dir. Doğat Enzoher biz bilirik ki 1944-cü ilin iyunun 6-sında Fransaya 2-ci cəbhəsində də o başçı etmişdi orduya. 1953-cü ildə də elə seçkidə qalib gəlir, 60-a gedib prezident olub. 61-ə qədər. Yaxşı, Aysu, sən mənə de görüm, ilk katolik prezident kim idi bəs? ABŞ-da. John Kennedy. Aysu, K yadınızda saxlayın. Kennedy'də də K var, katolikdə də K var. Yaxşı, bəs onu neçənci ildə hansı şəhərdə öldürülürlər? Bir də John Kennedy'nin dövrünə düşən böhranlar hansılardı, Aysu? 1963-cü ildə Texasın Dallas şəhərində öldürürlər onu. Demək ki, onun dövründə hansı böhran olmuşdu demişdik. 2 dənə böhran vardı, 2-3 dənə böhran var, necəsi? Onun dövründə Berlin böhranı olmuşdu diye. Başqa? Daha sonra nə olmuşdu? Bu nüvə ilə bağlı nəsə olmuşdu onun dövründə bu. Qarib böhranı var idi, neçənci ildə idi? 63-də idi. 63, 62. Başqa bir dənə də böhran vardı. Deyinəm Tunca, əlini qaldırımsan. Başqa böhran ilə Kariblə Kuba eyni şeydirmi? Düz. Yaxşı. Bəs bu Berlin divarının çəkilməsi John Kennedy'yə düşür. Və neçənci ildə Berlin səddi dağılır? Ayran arıcı adı ilə qoşulan sizdən soruşum, yoxsa iştirakçı kimi qoşulmuşsunuz, qeyd eləsəz sevinərəm. Yaxşı. Həbib, deyinərsən. 1989-cu ildə Helmut Kohl'un dövründə. Ay, sağ ol. Yaxşı, Tuncay, mən desəm ki, SSR-nin dağılması nəticəsində sökülür Berlin divarı. Düz olar, yoxsa səhv? Səhvdir, çünki SSR 1991-də dağılır, yəni 2 il sonra. Bəs müstəqil Azərbaycan Respublikası neçənci ildə yaranır? Desin Zəhra Rızayeva. 1918-də. SSR-nin tərkibindən nə vaxt çıxır, Zəhra? 1971-də. 71. Gəl üstünə 20. Zəhra. Buyur, Zəhra, mikrofonun bağlıdır. Müstəqil Azərbaycan Respublikası neçənci ildə yaranıb? Sağ buyur. 18 oktyabr 1991.
Ay sağ ol. 18-ci il yox, uşaqlar 18 oktyabr. Yaxşı, yeri gəlmişkən sual verin. 44 günlük müharibədə vardı. 18 oktyabrda hansı körpünün üzərində Azərbaycan bayrağını asırlar və bayrağı ora kim gətirir? Desin mənə. Ay maşallah, hamı da əlin qaldırdı. Birinci Həbib qaldırıb. Buyur de Həbib. Bu Xudafərin körpüsüdür. Aha. Bəs yaxşı, Xudafərin körpüsü neçənci ildə tikilib, hansı hökmdarın dövründə tikilib? Desin. 27-ci ildə 27-ci ildə Salarilər dövrətində Dövləti, ay su, Salarilər Yox, dövləti. Şəhzadi. Ay sağ ol, Şəhbaz dövləti. Kim tikdirmişdi? Desin mənə Zəhra Rızayeva. Fəzl ibn Məhəmmədin dövründə tikilib. Ay sağ ol. Desin mənə Tuncay, hansı dövlətlərlə, yaxud da millətlərlə Fəzl ibn Məhəmməd savaşmışdı? Mübarizə aparmışdı. Erməni Gürcü, sonra Təxmin. Ben teste düşürdüm. Kimlə məmləyim? Bizans. Xəzərlərlə də aparıbdı. Hə, demək olar. Yaxşı. Bəs ilk dəfə Türk dünyasında sultan titulunu qəbul edən kim idi? Deynən Həbib. Sultan Mahmud Qəzdəvi. Ay sağ ol. Yaxşı. Bəs indi qayıdaq təzədən ABŞ ya da Türkiyə. Qoy Türkiyədən sual verim. Bu BMT-yə dedik ki, qoşuldu. Yaxşı, bəs 2-ci Dünya müharibəsi desək ki, Türkiyənin məğlubiyyəti ilə başa çatmışdı. Düz olar, yoxsa səhv? Deyin, Tuncay, Səhv olar. Səhv olar. Çünki belə bir şey demir. Bəs 1-ci Dünya müharibəsindən fərqli olaraq 2-ci Dünya müharibəsində Türkiyə, yəni ikisində də bir tərəf idi, amma 2-ci dünyada nəsə bir işlər görür. Özünü qoruyur, sığortalayır. Neyinir? Haraları bağlayır digər ölkələrə? Deynən Həbib. Birinci Dünya müharibəsində Türkiyə var ki. Niyə yox? Yox, Osmanlı'da. Türkiyə yox, Osmanlı. Birinci Dünya 23 Osmanlı'da orası indiki Türkiyə arası olaraq nəzərdə tuturdu. Birinci Dünya müharibəsində də bir tərəf idi. İkidə də Türkiyə olaraq bir tərəf idi. Birinci Dünya müharibəsində bir tərəf olaraq bir şey eləməyib, amma ikinci Dünya müharibəsində bir tərəf idi. Haralarsa bağlayır digər dövlətlərə qarşı ora gələ bilməzdilər. Ona görə də İran ərazisindən dəstək eləyirdilər Rusiyaya. Boğazları bağlamışdı uşaqlar, gəmilər gələ bilməzdi, donanması gələ bilməzdi. Sonra biraz sizi də qınamışdı. Nə, düzdür. Yaxşı, bəs mən desin, kimdə qalmışdım görəsən. Yaxşı, Zəhra, təzədən səndən gəlirəm. Neçənci ildə seçkilərdə Türkiyədə Demokrat Partiyası qalib gəldi və Türkiyədə dönüş nöqtəsi oldu. 1938-də 38 mi? deyirəm mən. 12 il gəl üstünə Zəhra. Koreya müharibəsi neçənci ildə başlamışdı? Ay Zəhra. 53'te. Yadınızda bitmişdi. 50'də başlamışdı. Yadınızda saxlayın ha uşaqlar. 50-ci ildə. Bəs ilk prezidenti 1950'də kim olmuşdu? Baş naziri kim olmuşdu? Həbib deyin. Adnan Menderes, aslar öldürülür. Aslara öldürüb. Yaxşı Zəhra, neçənci ildə dedi NATO'ya qəbul olub Türkiyə? NATO'ya 1952'də. Aha. Hindistan. Aha, bəs Hindistanda yaranmışdı. Dini nə idi? İslam. Yaxşı, hadi görüm. Məcbur yayırdılar İslam dinini, yoxsa xoşluqla idi? Həbib, mikrofonun bağlıdır.
Məcbur deyildi mən belə. Bəs Dehlidə nə tər idi? Dehlidə məcbur Orada idi. məcbur idi. Ay, sağ ol, Dehlidə məcbur idi. Deməli, əsasını kim qoymuşdu dedi, Moğol dövlətinin? Babur. Ay, sağ ol. Bəs sonu niyə zəifləmişdi? Moğol sultanlığı süqut eləmişdi. Varlığına nə vaxt son qoymuşdu? Kim tərəfindən son qoyulmuşdu? Moğol dövləti indi əslində köhnə kitablarda 1859 yazılır, amma indi yeni kitabda 1858-ci ildə o Taybinlər hərəkətindən sonra Adırdan sonra bilirdi. O almışdı Fransa tərəfindən. Ay, sağ ol. Yəni onlar tərəfindən 19-cu əsrdə varlığına son qoyuldu. Demək, 16-da yaranıb 19-da da varlığına son qoyuldu. Sipahilər üsyan deyildi mi o? Sipahi demədim, hədir. Hə, düz deyil. Ola bilər düz fikirləşən səhv demək olur, amma mən bilirəm ki, siz onu bilirsiniz, çünki bilirsiniz, oxuyursunuz. Yaxşı, Dehli sultanlığı nə vaxt yaranmışdı? Desin mənə Lalə. Lalə, eşidirsən, cavab vermək istəyirsən, yoxsa iştirakçı idi? Lalədən səs yoxdur. Sən qonağımızı qəbul eləyək. Kim cavab vermək istəyir suala? Tuncay, buyur, əlini qaldır. 1206. Başqa hansı dövlətlər yaranmışdı 1206-da? Monqol. Qızıl Ordu. Qızıl Ordu 1242-dir. İli yazılmır, amma 1242-dir. Yaxşı, bəs bu Hindistan ərazisində yerləşir deyilikdə. 1398-ci ildə kim yürüş eləyir Dehli sultanlığına və zəifləyir artıq Dehli sultanlığı? Neçənci ildə? 1390. Deyə bilərsən Zəhra? Əmir Teymur. Aha, Əmir Teymur. Bəs 1395-də kim düzənli yürüş eləyir Zəhra? Bilmirəm. Məşhur döyüş var 1395. Toxtamışla Teymur arasında Əmir Teymur gəlir. Sağ ol. Müttəfiqləri kimlər idi bizlərdən? Kim bilir desin görüm. Birinci İbrahim Dərbəndi. Aha, biri kim idi bəs? Buyur Həbib. Bir də o Cəlalı hökmdarı Sultan Əhməd. Bunu yadınızda saxlayın. Bəs bir də hansı döyüşdə müttəfiq olub birinci İbrahim Əmir Teymuru? Ankara döyüşündə. Sağ ol. İli, döyüşün nəticəsi və tərəflər. 1402-də olmuşdu. Teymurun Konstantinopolu tutması ilə 51 il fəthi geciktirilir. Sağ ol, onu soruşacaqdım elə. Bəs Konstantinopolun tutulmasının qarşısını alır 51 il dedi. Yaxşı, mən bunu izahda demişdim, yəqin ki, baxmazsınız. 14-cü əsrdə mühasirədə olan başqa hansı qala var idi və neçə il mühasirədə olmuşdu? Ərincə qalası. Sağ ol, neçə il idi, neçənci ildə, neçənci ilə qədər kim tərəfindən mühasirə olunub? Əmir Teymur tərəfindən 1400-cü il təslim olur. 14 il mühasirədə qalsa neçənci ildən mühasirəyə alıb? Bilən desin. Buyur Tuncay, əlini qaldır. 1386. Sağ ol. Yəni yadınızda sax 14-cü əsrdə mühasirədə olanlar desə, demək olar. Yaxşı, bəs Moğol dövlətində dedi ki, İslam dinini məcbur yaymırdılar, amma İslam dinini qəbul etmişdilər. Başqa hansı dövlətlər deyə bilərsiniz orada İslam dini dövlət dini idi? Desin. Lalə Novruzlu səsim gəlir. Yəqin ki, gəlmir. Heydərova, demək istəyirsiniz? Heydərova, səsin bağlıdır.
Məhəmməd Atakişiyev, siz demək istəyirsiniz İslam dini, dövlət dini olan dövlətləri. Yaxşı, səs yoxdur. Tuncay, buyur de. Lakilərdə var da. Başqa? Səfərlər, məsələn, Övlad İslam'da. Özbək xan. Osmanlı mikrofonlar qarşı. Osmanlının demək olar, Məhəmməd Peyğəmbərin axı əmanətlərini gətirilmişdilər İstanbul şəhərinə. Başqa 932-də demək olar da satıb buğranı Qaraxanilərdə. Bunlar da demək olar. Bəs yaxşı, o hansı hökümdarlar idi ki, yerli əhalinin dinini qəbul edib öz ətrafına toplamışdı əhalini? Kim demək istəyir? Zəhra əlin qaldırılıb. Demək istəyir. Biri Qazan xandır, digəri Xlodvig, Frank hökümdarı. Yaxşı, mənə desin görüm Həbib, hansı dini qəbul edib? Xlodvig xristianlığı, Hülaki xan da İslam dini. Yaxşı, yeri gəlmişkən onu sual verin. Xlodvig hansı dövlətin ilk qanunlarını vermişdi? Desin mənə. Buyur de Həbib. Frank dövləti də o Salih qanunu. Ay, sağ ol. Yaxşı, bəs hansı hökümdarlar deyə bilərsiniz ki, qanunnamə vermişdi? Yaxşı, Lalə, başa düşdü. Buyur Həbib. Deməli, Uzun Həsən, ikinci Mehmet. Bir dəqiqə, o birlər daha qaldırıb. Zəhra, ikincisini sən de. 1467-də Uzun Həsən. Yox, Əmir Teymur. 1400 neçədə? Yox, qarışdırdım, üzr istəyirəm. 1467-də 2-ci Məhməd. 76. 76 bəli. Tuncay, o birin də səndir. Sonra sən Monqollarda böyük yasa var, bir də Salarlərdə də var idi. Salarlərdə Mərzban idi, deyəsən Mərzban ibn Məhəmməd. Şəkil var idi qanunlarına. Sağ ol. Səfərzadə, xoş gəldin. İştirakçısan yoxsa soruşum, yaza da bilərsən, mikrofonu açıb da cavab verə bilərsən. Yaxşı, mən onda davam edeyim, sizdən soruşum, belə qarışıq. Dinlər dedi. Bəs Satıq Buğran bayaq dedi ki, 932-də İslam dinini qəbul eləmişdi. Bəs ondan 10 il sonra hansı titulu qəbul eləmişdi özünə? Kim deyəcək? Buyur Həbibli. Xaqan titulu. Ay, sağ ol. Sultan titulu. Sultan da demək olar ona, testlərə ilə də düşür. Yaxşı, bəs mənə desin görüm, kim desin, sual verin bir dənə. Hindistan ərazisinə dediyi ki, Əmir Teymur 1398-də yürüş eləmişdi. Bəs neçənci illərdə kimlər yürüş eləmişdi Hindistana? Ta qədim dövrdən deyə bilərsiniz. Yəni, kimlər tutub Hindistanı? Ay maşallah, onda sıra soruşacağım. Birin Tuncay desin. Eradan əvvəl 332-ci il deyəsən, onda İskəndərin dövründə var. Sonra. İskəndərin Hindistana yürüyüşü 327 deyil. 327-də gedib, İskəndər deyirdin sən də? 332 dedim, mən 327, ikisini də eləyib, yürüyüş eləyib. Hindistana yürüyüş eləyib. İskəndər çox yürüyüş eləyib Hindistana. 327-də sadəcə o Hindistanda olanda üsyan baş verir. Bəli, sonra 6-cı əsrdə Mihraqol Hindistanı kimi. Yaxşı, 3-cü Həbibdir. Deynən Həbib səndə. Mahmud Qəzvini. Sultan Mahmud Qəznəvi. Qəzvin yox, Qəzvin. Olar bir şey deyim. Bu elə bil eradan əvvəl deyəsən bu Daran dövründə də var idi, birinci Dara. Var, amma ki Siz deyirsən, Sultan Hasan demək istəyirsən, sən də əlin qalxıb. Buyur, sən dedi.
Aysu, mikrofonun bağlıdır. Yəqin nədir? 327-ci ildə Makedoniyalı İskəndər yürüş etmişdi. Daha sonra Şəmsəddin el tutmuş Hindistanın şimalında yəni bəzi əraziləri tutmuşdu. Düzdür. Daha sonra demək 19-cu əsrdə Çini də götürüb, hansı idi o? İngiltərəni də götürə bilərik də daha sonralar olmuşdu. Amma yenə də Hindistanı yarım müstəmləkəsinə çevirmiş. Nadir şahı da deyə bilərik də. Ay sağ ol. Bayaqdan bunu gözləyirəm, deyənimiz yoxdur. Özdə Nadir ora qiymətli bir daş üçün getmişdi hətta. Oradan da qaydanda yaxşı, yəni dəvələrlə falan qayıtmışdı da, ordusunu gücləndirmişdi. Yaxşı, Hindistana yürüş eləyənləri də dedik. Hə, Hindistanı vahid halda birləşdirən kim idi? Kim deyəcək? Buyur Həbibli, birinci sənin əlin qalxdı. Bir qədimdə Ashoka, bir də bu yeni dövrdə Əkbər Şahın nəvələri. Aysu, sən mənə de görüm hansı sualədən idi Ashoka və neçənci ildə varlığına son qoyulur həmin sualəni? Sülalənin adını unuttum, amma atasıyla bu Chandragupta olmuşdu. 180-ci ildə Maurya sülaləsi. Yaxşı, Chandraguptanın adını çəkdi. Bunu da sağ verim, daha qədim dövründən yekunlaşaq. Mənə kim deyəcək? Deməli, bəs bu nədir onun adı? Sualım yadımdan çıxdı. Hə, Chandragupta kimlərə qarşı savaşıb, mübarizə aparıb? Buyur Həbibdi. Makedoniyalılara qarşı. Amma vahid halda birləşdirib desəz, səhv olacaq. Yaxşı, keçirəm elə. Moğoldan onsuz elə bir şey yoxdur. Yaxşı. Çinin şimalını kim tutmuşdu? İmperator adlanan kim idi? Yəni, eyni dövlət. Buyur, Aysude. Çin'i şimallı Monqollar tutmuşdu da. Monqollardan hansı hökmdar idi ki, Çinin şimalını tutmuşdu? Hansı hökmdar idi ki, cənubunu da tutub, tam birləşdirib, özünü imperator elan eləmişdi? Şimalını tutan Çingiz Xan idi, səhv etmirəmsə. Eləmirsən, düz deyirsən. Cənubunu tutanda, indi deyəcəm, sadəcə qəfəl ağlıma gəldi, belə. Uşaqlar kömək eləsin istəyirsən? Bəli. Desin, ikinci əl qaldıran Həbibdir. Buyur, Həbibdi. Xublay xan, 1271. Ay, sağ ol. Mənim də adı tez-tez yadımdan çıxır. Tək deyilsiz adın yadımdan çıxardanlar. 1271-də idi. Yaxşı, bəs Çingiz xan imperator idi desə düz olar? İmperator, məncə o titulu qəbul etməyib. Sualın içində də dedim axı, hansı idi tutan, hansı imperator idi. Yaxşı, bəs bu Monqollardan da hansı dövlətin hökmdarı idi ki, adını desəz bəsdir. O sultan nəslindən gəlmədiyi üçün özünü birbaşa sultan elan eləyə bilməmişdi. Döyüşlərin əldə elədiyi qalibiyyətlərə görə özünü sultan eləyə bilmişdi. İmperator və ya. Kim deyəcək? Heç kimdən qalxmadı. Yaxşı, Monqollardan Nadiri demək olarmı? Nadir əslində sultan qəbul eləmir, amma Nadir diləkdə şah nəslindən deyil idi. Buyur, Həbib. Məncə Əmir Teymurdur. Düzdür. Əmir Teymurdur, uşaqlar yadınızda saxlayın. Bəs, nə oldu bala? Bəs Əmir Teymur özünü haranın sultanı elan eləmişdi? Buyur, Həbib, de. Belki Turan'ın da Türk dünyasının sultanı elan etmişiz. Mən kim deyəcək? Tuncay, sən mənə de görüm. Osmanlı ilk sultanı. Osmanlı'nın ilk sultanı Murad'ın dövründə. Ay, sağ ol. Mikrofonlar 942-də özünü sultan edən kim idi? Desin mənə kim desin? Taecik kim?
Səsim gəlirsə buyursun desin. Yəqin səsim gəlmir. Buyur Həbib de. Həbib deyirəm Tuncay. Birinci Tuncay. Satıb doğuram. Ay sağ ol. Yaxşı, bəs Sultan titulunu qəbul eləyəndə dedi. Heç nə daha qalmadı. Bəs Kipr adasını kim tutmuşdu? Krit adasını kim tutmuşdu? Buyur Həbib de. Deməli 1571-ci ildə bu ikinci Səlimdir. Amma Krit adası 1669-cu ildə Fazıl Əhməd Paşadır. Ay sağ ol, Əhməd Paşadır. Yaxşı, yaxşı. Gəlin buradan nə deyim? Moğol dövləti dedikçe Dehlinin varlığına son qoyur. Bir də ki, əhali çağırırdı, onu düz demirəm. Bəs o hansı dövlət idi ki, orada da oxşarlıq var idi? Əhali çağırır, dövlətin varlığını həmin adam son qoyur. Daha yəqin başa düşmədiniz nə deməksən. Bu Moğol dövləti yaranmazdan əvvəl əhali çağırır ki, gəlib Dehliyə son qoysun. Elə bir dövlət də mövcud olmuşdu ki, Azərbaycanda idarəçiliyindən narazı idi əhali. Başqa bir dövlətin hökmdarına xahiş eləyir ki, gəlib bu dövlətin varlığına son qoysun. Tuncay, buyur de. Bu mənim fikrimcə bu 1258-də Canı bəy, yox 1358-də Canı bəy çağırmışlar, hülakilər. Odur. 57. Hə, yaxşı. Deməli, mən bir də sizə 2-ci dünyadan soran vermişdim. PDF açılsa oradan baxın görüm sual vermədim nəsə var. Hə, mən sizdən keçən dəfə şey soruşmamışım. Qərbi Avropada mərkəzləşdirilmiş dövlətləri. Bunlar qarşılıqlı dərslikdə adı belədir. Yaxşı. Mən sırayla sual verəcəm. Zəhra, səsim gəlir. Hə, onda cavab ver. Norman işğalı haqqında nə deyə bilərsən? Neçənci ildə Hastings döyüşü baş verib? Kim tərəfindən hansı ölkənin şimalı tutulub və nəticəsi nə olub? Hansı dövlətin ilk dəfə mərkəzləşmiş dövlətin əsası qoyulub? 1066-cı ildə olmuşdu. İngiltərədə mərkəzləşmiş dövlətin əsası qoyulur. Hansı dövlətin şimalını tutmuşdu? Özü əslən haralı idi? İngilis idi o əslən. İspan idi. Yox, Fransız idi, elə Normandı idi, ona görə oranı rahat tutur. Yaxşı. 1066-da desin mənə Həbib. Azərbaycanda nə hadisəsi baş verib? Səlcuqlar Şirvanşahlara tabe edərək Azərbaycan işğalına başlatdılar. Ay, sağ ol, yaxşı. Deməli, görün burada nə var? Hə, Hastings döyüşündə Zəhra, sən demədin mənə kim qalib gəlir? Adamın adı nə idi? Wilhelm qalib gəlir. Wilhelm, düzdür. Yaxşı, davam eləyək Həbiblə. Həbib, sən mənə deyəcək, kim idi əhalinin əməkdaşını siyahıya alan? Elə Wilhelm də birinci Wilhelm. Wilhelm, düzdür. Wilhelm idi. Yaxşı, bəs 12-ci yüzilliyin 2-ci yarısında hakimiyyətə kim gəlir? Həbib, sualım elə sənədir, niyə qaldırırsan, niyə mikrofon bağlayırsan? İkinci Henrih, 1154-1189. Ay, sağ ol, düzdür. Yaxşı, bunu da cavab ver mənə, sənlə yekunlaşaq. Kim idi o kilsə üzərinə kral nəzarətini tətbiq eləmək istəyirdi? Və kimlə götürə bilərsən? Sual başladım o. Hə, kim idi ki, kilsə üzərinə kral nəzarətini tətbiq eləmək istəyirdi, amma alınmır. İkinci Henrih orada yayın ki. İkinci Henrih, yadda saxlayın. Uğurlu olur, yoxsa uğursuz? Yox, deyir ki, ictimai narazılıq oldu. Bəs hansı dövlətin kralı idi ki, bu mən deyəcək Tuncay, bağlaya bilərsən hər bir mikrofonu. Hə, Tuncay, sən mən deyə görüm. O hansı dövlətin başçısı idi ki, kralla mübahisə edir, daha doğrusu kralla mübahisə edir. Fransa kralı Gözəl Filip. Yaxşı, böyük azadlıqlar xartiyası haqqında məlumat ver Tuncay.
1215-ci ildə İngiltərədə qəbul olunmuşdu. Həyətinə. Niyə qəbul olunmuşdu? Əhalisi narazılıq eləmişdi. Onların narazılığının qarşısını almaq üçün. Yaxşı. Daha yeni təklifə Həbib əlini qaldırmısan. Orada deyir ki, iri federal geniş hüquqlar verilir. Bu cəngəvərdir, şəhərlərdir, kənd əhalisidir. Onlara məhdud hüquqlar verilir. Bir də orada əsas bir cümlə var. Həmişə testlər çox düşür. Bütün azad adamlar deyir ki, kralın öz başlarından qorunmalıdır. Sağ ol. Yaxşı, bəs davam edeyim Tuncay ilə və yekunlaşım. Tuncay, sən mənə deyəcək 1365 İlk dəfə parlament. Niyə çağırılmış? Parlamentin çağırılma səbəbi ədalətli olsun deyə. Yəni kraldan narazı idi. Yaxşı, mənə desin görüm kimdədir sıra. Heydərova. Yəqin ki, yoxdur. Ayşe, buradasan? Bəli. Ayşe. Neçənci ildə Fransada başdatlar çağırılmışdı? O da elə parlament kimi idi. İlk dəfə. Deyəcəm, 1215-də idi. Yox, Fransada 14-cü əsrin əvvəllərindədir. Biraz fikirləş. Demək ki, 1300 neçə deyir o da əslində yadımda deyil sadəcə. Uşaqlar kömək eləsin istəyirsən? Bəli. Deyilən onda Tuncay. 1302. Ayşe, 1302 yadında saxla Ayşe. Testləri çox düşür. Yaxşı Ayşe. Bu 4-cü Filip niyə savaşırdı? Papa ilə nə düşmüşdü ona ki savaşırdı? Nəticəsi nə oldu savaşının? 4-cü Filipin savaşma səbəbi dini məsələlərlə bağlı deyəsən. Hara verdik təyin edirdi? Papanın narazılığına səbəb olmuş. Kilsə verdik təyin edirdi. O da orada elə bir ki, dindarların məqtəsə göstərdiyi üçün bunu qarşı yəni necə deyim, etirazlar falan başladı. Düzdür, mübahisə baş verdi. Unutulu şeyə gedirdi. Uşaqlar, bax buradan da oxuyanda məntiqlə yadınızda saxlayın. Bu kilsə elə belə ibadət üçün deyildi. İbadət eləyəcəkdi, son niyə varlı olur, niyə papa ona vergi təyin edir? Hamısı siyasi məqsədlər üçün və xaçı yürüşündə də var. Onların əsl məqsədi heç vaxt din olmayıb. Həmişə onu siyasi məqsədlər üçün istifadə ediblər. Özlərinə sərf eləyəcək şəkildə. Ona görə də elə reformasiya hərəkatı da baş vermişdi. Yaxşı, da buradan çox sual verdim. Yaxşı, mən Raziyə Sultan haqqında kim deyəcək, kimdə qaldı? Tuncay dedim, Ayşe bunu cavab ver, sənlə yekunlaşaq. Ayşe, Raziyə Sultan kim idi, bir də Qiyasəddin Balaban kim idi? Bu ikisi haqqında məlumat ver, bitsin qədim dövrümüz. Demək ki, bunların hər ikisi Dehli Sultanlığının hökmdarları idi. Demək, Raziyə Sultan hökmdar qız idi və onun hakimiyyət illərini unutsanda o elə bir ki, yəni onun dövründə hakimiyyət zəifləmişdi. Yəni etirazlar falan olurdu onun dövründə. Onun hakimiyyəti qısa olmuşdu. Sonra Qiyasəddin Balaban o əsgərlərin köməyi ilə hakimiyyətə gəlmişdi. Onun dövründə biraz elə bir ki, sabitlənmişdi də bu dövlət idarəçiliyi. Yaxşı, indi gəlin qədim nə idi, yeni dövrə. İkinci dünyadan sonra ABŞ Türkiyə. Desin görün mənə kimlər oxuyur və ya kimlər hazırdır. Hayda. Uşaqlar, kimlər hazırdır onu soruşun. Gəlsin də suallar. Suallar gəlsin. Uşaqlar, sizdən niyə səs çıxmır? Oxumamısınız heç biriniz? Ay tənbəllər. Mən təkrar eləməmişəm, sadəcə siz sual verin, yadımda qalan olsa deyərəm. Yaxşı. Zəhra, sənin səsin çıxmadı heç. Mən normaldır məndə. Yəni soruşa bilərəm də. Yaxşı, onda soruşuram. Onda asanlardan başlayım. İkinci Dünya müharibəsi neçənci illərdə baş verib Zəhra? Sıra ilə gəlirəm yenə. 1939-45.
Sağ ol. 1939. Uşaqlar, 2-ci dünyadan çətinliyiniz varsa, onu da sabah soruşun. Yox, bu ritmin çətinliyi 2-ci dünyada. Çox olmasın, nə deyirəm. Yaxşı, onda 39-45-dədir dedim. Yaxşı, Aysu, bəs burada varlanan ölkələr hansılar idi? Çoxlu kredit vermişdilər, varlanmışdılar. Aysu deyirəm, Zəhra. Bəli. 2-ci dünya nəticəsində varlanan ölkələr hansılar idi? Fransaydı. Hə. Bir de Britanya. İngiltərə, o biri Fransa. ABŞ. Əsas ABŞ-dır. Yaxşı, ABŞ niyə varlanırdı? Ərazisində müharibə gedirdi. Hayır, sonradan qoşulmuşdu. Sağ ol. Lend-Liz qanunu nə vaxt qəbul edilmişdi və niyə qəbul edilmişdi? Onu da deyil, sənlə yekunlaşaq. Lend-Liz qanunu 1945-də qəbul edildi. 45-də. Bəli, 45-də. 45 idi uşaqlar. 41. Deməsi 41. Bəli, 41 idi. Müharibəyə qoşulmazdan qabaq. Yayda qanunu verir. Qışda da müharibəyə qoşulur, dekabrda. Bəs 1-ci dünya nə vaxt qoşulmuşdu, Zəhra? ABŞ. 1917-də. Sağ ol, 1917-də. Yaxşı, Həbib, sən mənə de görüm. Bu konferanslar var idi. Takip. Tehran, Krım ya da Yalta, bir də Potsdam. Burada Zəhra bağlaya bilərsən mikrofon, sonra səslər qarışır. İştirak edən ABŞ başçısı kim idi? Hansında? Konferansların hamısında. Deməli, Tehranla Kırımda Franklin Roosevelt'dir, amma Potsdam konferansında bu ölür. Franklin Roosevelt ölür, Harry Truman da onun yerində. Yaxşı, bəs bu öləndən sonra Truman gəlir. Roosevelt özü neçə dəfə prezident seçilmişdi? 4 dəfə. Hətta Harry Truman belə bir qərar verir ki, artıq ABŞ-da 2-dən çox prezident seçilə bilməz. 2-dən çox deyəndə 2 dəfə ard-arda. Amma sözü çıxardırlar kitabda, amma ard-arda olmalıdır. Bizdə də ümumiyyətlə bir şey yoxdur, yəni. ABŞ-ın Azərbaycan uşaqlığı düşsə, bir dənə istiqlal bəyannaməsini götürürsünüz. Yaxşı, Həbib. Sən mən deyəcəm, bu ABŞ niyə varlamışdı 2-ci dünyada? Çoxlu borc verir həm də. Həmin ərazisində döyüş getmir. Belə desək. Belə qazandı. Döyüşün elə əsas qalibi Amerika oldu. Yaxşı, bəs sən mən deyəcəm, neçənci ildə o elə bir qanun verir ki, deməli, təcavüzə məruz qalan dövlətlə təcavüz olunan dövlət eynidir onun gözündə. Və neçənci ildə o qanuna zidd hərəkət edib hansısa dövlətlərə yardım göstərir ki, onun üçün təhlükə hesab eləyirdi həmin dövlətləri. Sən bu Lend-Liz'i deyirsiniz, yəni ki, o deyirsiniz, Lend-Liz qanunu. Deyirəm, yəni neçənci ildəsə bir qanun qəbul eləmişdi. Yaxşı, hissə verəcəm, uzun verirəm, başınız qarışır. Neçənci ildə qanun vermişdi ki, təcavüzə məruz qalanla təcavüz olunan dövlət eynidir. Yanına deyil, 35-dir. 35-dir. Bəs neçənci ildə o qanuna zidd olaraq onun üçün təhlükə hesab elədiyi dövlətlərə kömək eləyir. Artıq dostuna yox, başqasına düşmənə kömək eləyir. Tuncay, demək istəyirsən, buyurdu. 41-ci ildə Lend-Lizi qəbul edir. İlk öncə deyəsən Böyük Britaniya, sonra da Sovet Rusiyasına kömək edir öz mənafeyinə uyğun gəldiyi üçün. Sağ ol, bunu soruşurdum. Yaxşı, bəs Həbib, nə tər? Böyük Britaniyadan istəyir onun dostuyla, onun düşməni də olur. O düşmənlərə kömək, o 47
Marşal planıdır. Düşmənə kömək eləmirdi. Onun üçün düşmən yox idi ki, ona görə indi elə yaşayırdı. Çox qəşəng siyasəti var onun. Onun üçün düşmən odur ki, kim sözündən çıxdı, olur düşməni. Burada yəni müəllim demədi ki, yəni düşmənə kömək eləyir. Heç nə olmaz. İndi Mən elə işlədim, onun üçün deyirəm. danışıram. Heç nə olmaz. Uşaqlar hərə bir cür yadında saxlayır. Əsas odur bilirsiniz ki, konkret söhbət nədən gedir. Onsuz da testdə elə bir şey salası deyir ki, ədəbi cümlə salır, orada çaşdırır. Yaxşı, Həbib, sən mənə de görüm. Mən sual verəcəkdim. Hə, Hadi Türmen neçənci illəri əhatə edir vitse-prezidentlik dövrü? Prezident dövrü Vitse-prezidentlik dövrü. 45-48. Ay, sağ ol, 3 il. Yaxşı, davam eləyək Tuncayla. Tuncay, sən mənə de görüm, 48-ci ildə nə qanunu verir ABŞ? Mikrofonun bağlıdır Tuncay. Sual zəhmət olmasa bir də təkərləyədi deyirsən. 1948-ci ildə hansı qanun icra edir? Marshall yoxsa Truman doktrinası bunların illərini dəqiq bilmirəm. Yaxşı, mən qanunları. Türkiyə ilə Yunanistan. Təkcə bunlar idi. Qərb Avropa ölkələrdə var idi, amma daha çox bunlara yönəlmişdi. Bu da var idi və yaxud digər Qərbi Avropa ölkələri. Yəni düşəndə çaşmayın, təkcə Yunanistandan Türkiyə deyildi. Adı üstündə uşaqlar yardım deyirdi. Deyirəm yadınızda saxlayın. Yardım falan eləmirdi. Harda bir at kod var verirdi onlara. Yəni yardım eləmirdi. Vaxtı keçmiş şeyləri, ucuz şeylər göndərirdi ki, güya yardım edir. Yaxşı, Türkiyədə vermişdim də. Türkiyəyə gəlmişkən Tuncay neçənci ildə küfür böhranı baş verir və hansı dövlətlər arasında olur bu böhran? Bilmirəm. Bilmirsən, kim deyil? Həbib deyil. Mikrofonları bağlayacaq. Buyur Həbib, neçələr arasında baş verir, nəticəsi nə olur, niyə baş verir? Bir əsas məsələ 60-cıda başla qaldırır bu məsələ. Məsələdə o idi ki, burada enerjistlər vardı, bir də türklər vardı. Enerjistlər istəyirdi ki, getdiyi ərazilərdə birləşdirmək istəyirdi Yunanistana. Amma türklər deyir ki, ərazidə yerə bölüb, enerjistlər də bundan razılaşmadı. Daha sonra bu dövlətlər arası münasibətlərə pisləşmə səbəbi oldu Yunanistandan Türkiyənin. 74-cü ildə Türkiyə qoşun çıxardı Kipirə. Həmin dövrdə prezident Bülent Ecevit idi. 83-cü ildə isə Türkiyə qalib gəlir və Şimal Kipr Türk Respublikası yaradılır. Bülent Ecevit amma çox təsirlərə baxmayaraq orada da ki, Yunanistana qarşı mənəvi qələbə qazanır. Hə, pis, yaxşı, bağlaya bilərsən. Tuncay, davam eləyək səni. Sən də görüm, Türkiyədə neçənci ildə NATO-ya qəbul olmuşdu? Və BMT? 1952-ci ildə. Bəs BMT-nə başladı? BMT 45-də. BMT 45-də. Yaxşı, qəbul olmuşdu NATO-ya. Və niyə? NATO-ya qəbul olması bu Amerika həmin dövrdə Şimali Koreya ilə Cənubi Koreyada müharibə gedirdi. Türkiyə də oraya qoşulur. 52-də də Amerika onu NATO-ya qəbul edir. Ay, sağ ol. Yaxşı. Türkiyə bir tərəf idi. Müharibə dövründə də boğazların falan da bağlamışdı bütün ölkələri. Və nə oldu? Qaça-qaça niyə gedir BMT-yə ki, mən də BMT-yə üzv olacam. Ona görə hansı dövlətlərəsə müharibə elan edir. O hansı dövlətlər? Biri Yaponiya idi axırda, biri də yəqin ki Almaniya olar. Düz. Yaxşı, Aysu. Sən mənə de görüm, bu Şimali Koreya ilə Cənubi Koreya arasında müharibə gedəndə 50-53 Koreyanın şimalına hansı dövlət dəstək göndərirdi? Koreyanın cənubuna hansı dövlət dəstək göndərirdi? Koreyanın şimalına SSR dəstək göstərirdi. Bəs cənubuna? Cənubuna ABŞ idi. Sağ olun. ABŞ-ın müttəfiq kimi Türkiyəni də götürmək olar.
Bəs hansısa dövlətdə də verməmişəm bu gün evə, amma biləniniz olar yəqin. Hansı dövlətdə də şimalı SSR-nin təsiri altında idi, cənubu isə ABŞ-ın təsiri altında idi. Buyur Tuncay, de. Vietnam. Başqa, Həbib səndə? Başqa. Şu an Mən də Vietnam bilirdim. Vietnam bilirdim mən də. Çin. Çini nə tez yaddan çıxartdınız? Çinə də kömək eləyirdi axı, cənubuna, şimali kommunist idi, cənubi millətçilər idi. Burada verməmişəm, təsvir eləmirsən, tarix yaddan çıxır. Yaxşı, yadınızda saxlayın ancaq. Ki, orada bu, hələ onu deyim sizə, Yaponiyanı da iki yerə bölürlər. Sadəcə biz oranı keçməyik. O da ABŞ-ın təsiri altında olub. İndi Yaponiyada getsəz, onda görərsiniz ki, Yaponlar ABŞ meyillidirlər. Ona görə bu qədər inkişaf ediblər. Yaxşı, Aysu, davam eləyirəm sənlə. Aysu, Harri Trumanindən sonra hakimiyyətə kim gəlir? Geriyə basalım. Demək ki, onun hakimiyyətlərini içərdi. Kömək eləsin uşaqlar. Ay. Elə həbi, kömək elə. Bu Doğat Enzoher'dir. Doğat Enzoher biz bilirik ki 1944-cü ilin iyunun 6-sında Fransaya 2-ci Cəbhəsində da o başçı etmişdi orduya. 1953-cü ildə də elə seçkilərdə qalib gəlir. 60-a gedib prezident olub. 61-ə gedir. Yaxşı, Aysu, sən mənə de görüm, ilk katolik prezident kim idi bəs? ABŞ-da. John Kennedy. Aysu, K yadınızda saxlayın. Kennedy'də də K var, Katolikdə də K var. Yaxşı, bəs onu neçənci ildə hansı şəhərdə öldürülürlər? Bir də John Kennedy'nin dövrünə düşən böhranlar hansılardı, Aysu? 1963-cü ildə Texasın Dallas şəhərində öldürürlər onu. Demək ki, onun dövründə hansı böhran olmuşdu demişdik. 2 dənə böhran vardı, 2-3 dənə böhran var, necəsi? Onun dövründə Berlin böhranı olmuşdu diye. Başqa? Daha sonra ne olmuştu? Bu nüvə ilə bağlı nəsə olmuşdu onun dövründə bu. Qarib böhranı var idi, neçənci ildə idi? 63'də idi. 63, 62. Başqa bir dənə də böhran vardı. Deyinəm Tunca, əlini qaldırımsan. Başqa böhran ilə Kariblə Kuba eyni şeydirmi? Düz. Yaxşı. Bəs bu Berlin divarının çəkilməsi John Kennedy'yə düşür. Və neçənci ildə Berlin səddi dağılır? Ayran arıcı adı ilə qoşulan sizdən soruşum, yoxsa iştirakçı kimi qoşulmuşsunuz? Qeyd eləsəz sevinərəm. Yaxşı. Həbib, deyinərsən. 1989-cu ildə Helmut Kohl'un dövründə. Ay, sağ ol. Yaxşı, Tuncay, mən desəm ki, SSR-nin dağılması nəticəsində sökülür Berlin divarı. Düz olar, yoxsa səhv? Səhvdir, çünki SSR 1991-də dağılır, yəni 2 il sonra. Bəs müstəqil Azərbaycan Respublikası neçənci ildə yaranır? Desin Zəhra Rızayeva. 1918-də. SSR-nin tərkibindən nə vaxt çıxır, Zəhra? 1971-də. 71. Gəl üstünə 20. Zəhra. Buyur, Zəhra, mikrofonun bağlıdır. Müstəqil Azərbaycan Respublikası neçənci ildə yaranır? Sağ ol. 18 oktyabr 1991. Ay, sağ ol. 18-ci il yox, uşaqlar, 18 oktyabr. Yaxşı, yeri gəlmişkən sual verin. 44 günlük müharibədə vardı. 18 oktyabrda hansı körpünün üzərində Azərbaycan bayrağını asırlar və bayrağı ora kim gətirir? Desin mənə. Ay maşallah, hamı da əlin qaldırdı. Birinci Həbib qaldırıb. Buyur de Həbib. Bu Hudafənin körpüsüdür.
Bəs yaxşı, Xudafərin körpüsü neçənci ildə tikilib, hansı hökmdarın dövründə tikilib? Desin. 27-ci ildə 1027-ci ildə Salarilər dövrətində Dövləti, ay su, Salarilər Yox, dövləti, Şəhdadi. ay sağ ol, Şəhbaz dövləti. Kim tikdirmişdi? Desin mənə Zəhra Rızayeva. Fəzl ibn Məhəmmədin dövründə tikilib. Ay sağ ol. Desin mənə Tuncay, hansı dövlətlərlə, yaxud da millətlərlə Fəzl ibn Məhəmməd savaşmışdı? Mübarizə aparmışdı. Erməni Gürcü, sonra Təxmin. Ben teste düşürdüm. Kimlə məmləyim? Bizans. Xəzərlərlə də aparıbdı. Hə, demək olar. Yaxşı. Bəs ilk dəfə Türk dünyasında sultan titulunu qəbul edən kim idi? Deynən Həbib. Sultan Mahmud Qəzdəvi. Ay sağ ol. Yaxşı. Bəs indi qayıdaq təzədən ABŞ-a ya da Türkiyə. Qoy Türkiyədən sual verim. Bu BMT-yə dedik ki, qoşuldu. Yaxşı, bəs 2-ci Dünya müharibəsi desək ki, Türkiyənin məğlubiyyəti ilə başa çatmışdı. Düz olar, yoxsa səhv? Deynən, Tuncay, de. Səhv olar. Hə, səhv olar. Çünki belə bir şey demir. Bəs 1-ci Dünya müharibəsindən fərqli olaraq 2-ci Dünya müharibəsində Türkiyə, yəni ikisində də bir tərəf idi, amma 2-ci dünyada nəsə bir işlər görür. Özünü qoruyur, sığortalayır. Neynir? Haraları bağlayır digər ölkələrə? Deynən Həbib. Birinci Dünya müharibəsində Türkiyə var ki. Niyə yox? Yox, Osmanlı'da. Türkiyə yox, Osmanlı. Birinci Dünya 23 Osmanlı'da orası indiki Türkiyə arası olaraq nəzərdə tuturdu. Birinci Dünya müharibəsində də bir tərəf idi. İkidə də Türkiyə olaraq bir tərəf idi. Birinci Dünya müharibəsində bir tərəf olaraq bir şey eləməyib, amma ikinci Dünya müharibəsində bir tərəf idi. Haralarsa bağlayır digər dövlətlərə qarşı ora gələ bilməzdilər. Ona görə də İran ərazisindən dəstək eləyirdilər Rusiyaya. Boğazları bağlamışdı uşaqlar, gəmilər gələ bilməzdi, donanması gələ bilməzdi. Sonra biraz sizi də qınamışdı. Nə, düzdür. Yaxşı, bəs mən desin, kimdə qalmışdım görəsən. Yaxşı, Zəhra, təzədən səndən gəlirəm. Neçənci ildə seçkilərdə Türkiyədə Demokrat Partiyası qalib gəldi və Türkiyədə dönüş nöqtəsi oldu. 1938-də 38 mi? deyirəm mən. 12 il gəl üstünə Zəhra. Koreya müharibəsi neçənci ildə başlamışdı? Ay Zəhra. 53'te. Yadınızda bitmişdi. 50'də başlamışdı. Yadınızda saxlayın ha uşaqlar. 50-ci ildə. Bəs ilk prezidenti 1950'də kim olmuşdu? Baş naziri kim olmuşdu? Həbib deyin. Adnan Menderes, aslar öldürülür. Aslara öldürüb. Yaxşı Zəhra, neçənci ildə dedi NATO'ya qəbul olub Türkiyə? NATO'ya 1952-də. Aha. Yaxşı, bəs Azərbaycan neçənci ildə daxil olub NATO'ya? Yox, dəqiqə. 92. Ayran arıdı. Zəhmət olmasa bilirsinizsə əlinizi qaldırın, mikrofonu da bağlı saxlayın. Yəni, ayran arıdı. Sən səsin çıxmayıb, buyur, de görün. Mənə elə gəlir ki, 92-də özdə biz NATO'ya qəbul olmamışıq. Onun sülh tərəfdaşlığına qəbul olmuşuq. Arsın. Tuncay, sən mənə ayın tarixini de onda. Neçənci ayın neçəsində daxil olmuşuq sülh məramlı qoluna NATO'nun? Onu tam dəqiq nə qədər bilmirəm. Ya 92 ya 94. 92 Nə vaxt müəllim noyabr? Martın 2-si 92-ci il.
O BMT deyil. BMT deyil o, Martın 3-ü. BMT-yə sual vermədim. Başım qarışdı. Hə. NATO-ya neçənci ildə NATO- daxil oluruq? Düz deyirsən, mən BMT-ni dedim. NATO'ya biz daxil olmamışıq. NATO'nun sülh daxili tartışması var. Asosiyalaşdırılmış üzvlüyü var. Sonra 2002-də bir çox şeylər var. O da iştirak etmişik. Biz o üzvləri aha. Aha, düzdür. Mən Biz ora üzvü qəbul olsaq, Rusiya bizi Ukraynanın gününə qoyar. Bəli, tamamilə düz. yaxşı. Gəl bizi tutub aparacaqlar indi. 1960-cı ildə Türkiyədə hərbi çevriliş olur. Hakimiyyətə kim gəlir? Kim qaldır birincini? Həbib deyin. Hərbçilər də orada çevriliş yeri gəlir hakimiyyətə keçirir. Aha. Hərbiçilər. Düzdür. Bəs bu ilə də ölkədə hərbi çevrilişlərin əsas qoyur. Bəs neçənci ildəsə də hərbi çevriliş baş vermişdi. O neçənci ildir? 1980-də də var. Bir də bu yaxın tarixdə də olmuşdu. 2016-da yoxsa 15-də orada da çevriliş başlamışdı. Düzdür. Yaxşı, bəs desin mən 61-ci ildə Tuncay Türkiyədə konstitusiya qəbul edilir və bu konstitusiyada nələrdən danışılırdı? Tuncay. Onlar tam dəqiq yadımda deyil. Yəqin ki, hər şey yəni vətəndaşların tərəfdarına olar. Orası düzdür, orası heç. Buyur de, Ayran Arıcı. Ayran deyirəm, Aycan. Üzülürsən, adını... Aycan. 63-də mən bilən şey gəldi. Turgut Özal gəldi. O da şeydir də, iqtisadiyyatda möcüzə yaratdı. Konstitusiyasını yadıma gəlmir konstitusiya. Deyinən, Həbib, səndir. 61-ci də qəbul edən konstitusiyaya görə konstitusiya məhkəməsi yaradılır. Bu 98-ci Azərbaycandan oxşarlıqdır. Burada belki 3-cü hakimiyyət quru kimi tanınır da. Belki məhkəmədə ilk dəfə icraçı hakimiyyət yaradılır burada. Mətbuat azadlığı genişləndirilir. Hə, düzdür. Yaxşı, bəs... Konstitusiya məhkəməsi bizdə neçədə yarandı? 98-də? 95-də olanda... 95-də olan nə idi? Konstitusiyanın özü idi? Hə, 95-də konstitusiyanın özü. Hətta konstitusiyanın hüquqlar haqqında bir şey də var. O da 95-in iyuludur. Düzdür. Yaxşı, mən şeydə soruşdum. 1970-ci illərdə sabitlik tez-tez pozulurdu Türkiyədə. 80-ci ildə dedik ki, hakimiyyətə Kənan Evren gəldi. Kənan Evren də hakimiyyətdə çox qalmadı. Onun dövründən nə deyə bilərsən? Tuncay, de görün, bilirsənsə deyilən, bilmirsənsə keçək Asiya. Siz keçin Asiya. Yaxşı. Asiya. Bir təkrar edilər bir sual. 1980-də Kənan Evren hakimiyyətə gəlir. Onun dövründə nələr baş verir? Unutmuşam, mən üzülürsən. Buyur de Ayca. Mikrofon bağlıdır Ayca. Yaxşı, yəqin Əli bayaqdan qalıb. Buyur deyinən Həbib.